Rusiyanın iri aeroportlarında yeni miqrasiya nəzarəti məntəqələri açılıb. Yoxlamalar xeyli sərtləşir. Tver vilayətində patent kəskin bahalaşır. Region rekord artımı açıqlayıb. Tula vilayəti daha sərt qaydalar gətirir. Patent 25.000 olur, qadağalar siyahısı isə genişlənir. Sankt-Peterburg və Leningrad vilayətində patentlər yanvardan bağlaşır. Yeni məhdudiyyətlər qüvvəyə minir. Rusiyada tibbi müayinədən yayınlananlara qarşı cəzalar sərtləşdirilir. Məsuliyyət indi daha ağır olacaq. 1 dekabr Rusiyaya daxil olan hər bir əcnəbi biometrik məlumat verməyə məcbur olacaq. Patent alan miqrantlara xəbərdarlıq. İşə düzəlmək üçün cəmi 2 ay var. Əks halda patent ləğv ediləcək. Bildiriş qaydaları dəyişir. Sənədlərə nəzarət daha sərt olacaq və hər gecikmə qeydə alınacaq. Bu sərtləşmələr Azərbaycandan gedən miqrantları da ciddi risklərlə üz-üzə qoyur. Hər bir gecikmə həm işdən, həm də statusdan məhrum edə bilər. Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycanı Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyanın ən böyük aeroportlarında miqrantlara nəzarət gücləndirilib. Belə ki, ölkənin əsas hava limanlarında ilk 12 miqrasiya nəzarət məntəqəsi fəaliyyətə başlayıb. Onların sırasında Moskva aviasiya qovşağı, Sankt-Peterburg, Soçi, Kazan, Novosibirsk, Krasnoyarsk, Yekaterinburg və digər şəhərlərin aeroportları var. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti və Nəqliyyatda Baş İdarənin koordinatorluğu ilə fəaliyyət göstərəcək bu məntəqələr yaxın zamanda sərhədyanı dəmir yolu stansiyalarında, eləcə də su və avtomobil keçid məntəqələrinin yaxınlığında da açılacaq. Onların əsas vəzifəsi miqrasiya qanunvericiliyini pozan xarici vətəndaşların aşkar edilməsidir. Miqrantların əmək fəaliyyətinə regional tərəfdən tətbiq olunan məhdudiyyətlərin onların işdən çıxarılması üçün hüquqi əsas sayılmasına dair qanun qəbul edilib. Hazırda Əmək Məcəlləsi işə götürənlərə yalnız federal qanunlara, prezident fərmanlarına və ya hökumətin qərarlarına uyğun olaraq xarici işçilərlə əmək müqavilələrinə xitam vermək imkan yaradır. Yeni dəyişikliklə bu siyahıya Rusiya Federasiyası subyektlərinin normativ hüquqi aktlarının da daxil edilməsi təklif olunur. Daha əvvəl Dövlət Dumasının sədri vurğulamışdı ki, miqrasiya siyasətinin təkmilləşdirilməsi deputatların işində prioritet sahələrdən biridir. Onun sözlərinə görə regionların əmək miqrasiyasını tənzimləmək üçün daha geniş səlahiyyətlərə malik olması vacibdir ki, onlar bu sahədə qanunvericiliyi daha dəqiq şəkildə tənzimləyə bilsinlər. Qəbul edilən düzəlişlər işə götürənlərə miqrantların əməyinə məhdudiyyət qoyan regional normativ aktlara əsaslanaraq xarici işçiləri işdən çıxarmağa imkan verir və bu, miqrantlar üçün yeni şərait yaradır. Əgər əvvəllər əmək müqaviləsindən yalnız federal məhdudiyyətlər mövcud olduqda xitam verilirdisə, indi istənilən region qəbul etdiyi qərar, məsələn, müəyyən sahələrdə miqrant əməyinin qadağan edilməsi və ya onların ayrı-ayrı sahələrə qəbulunun məhdudlaşdırılması işdən çıxmaq üçün hüquqi əsas olacaq. Bu dəyişikliklər Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün bir sıra nəticələr yarada bilər. İlk növbədə həmin bölgələrdə artıq mövcud olan və ya gələcəkdə tətbiq edilə biləcək məhdudiyyətlər səbəbindən iş yerlərini itirmək riski artır. Artıq bəzi regionlarda miqrantların taksi, ticarət, ictimai yayışı və xidmət sahələrində işləməsinə məhdudiyyətlər tətbiq olunur. Yeni qanun belə məhdudiyyətlərin daha sərt şəkildə icrasına şərait yaradır, çünki işə götürənlər üçün hüquqi baza genişlənmiş olur. İkincisi, işə götürənlər xarici işçiləri işə götürərkən daha ehtiyatlı davranacaqlar. Əgər hansısa regionda miqrant əməyinə dair məhdudiyyətlər qüvvədədirsə, işə götürənlər cərimə və yoxlamalardan yayınmaq üçün ümumiyyətlə miqrant işçiləri qəbul etməməyə üstünlük verə bilərlər. Bu isə xüsusilə az və orta ixtisas tələb edən sahələrdə çalışan miqrantlar üçün iş tapmağı çətinləşdirəcək. Üçüncüsü, miqrantların işdən çıxarılma ilə bağlı məhkəmələrə müraciət etmək imkanı azalacaq. Çünki artıq regional məhdudiyyətlər qanuni əsas kimi tanınır və əvvəl mövcud olan hüquqi ziddiyyətlər aradan qaldırılır. Bu isə daha çox işə götürənlərin xeyrinə işləyəcək. Bununla belə qanunun təsiri bütün kateqoriyalar üçün eyni
eyni olmayacaq. Yüksək ixtisaslı mütəxəssislər və xüsusi statusa malik bəzi işçilər bu dəyişikliklərdən az təsirlənəcəklər. Eyni zamanda miqrantların yaşadıkları regionun siyasəti də mühüm rol oynar. Məsələn, Moskva və Sankt-Peterburq əmək bazarını daha yumşaq tənzimləyə bilir. Halbuki Krasnodar və Sakit Okean regionlarında artıq sərt məhdudiyyətlər tətbiq olunur. Rusiyada çalışan azərbaycanlılar üçün bu qanunun regionlarda qüvvədə olan qaydaların diqqətlə izlənməsini, sənədlərin vaxtında yenilənməsini və imkan daxilində daha stabil və məhdudiyyətsiz sahələrə yönəlməyə zəruridir. Ümumilikdə yeni qanun regionlara əmək miqrasiyasını idarə etmək üçün daha geniş səlahiyyətlər verir və əmək bazarının tənzimləməsini sərtləşdirir. Lakin bu xarici vətəndaşlar, o cümlədən azərbaycanlılar üçün qeyri-müəyyənliyin artması və yaşayış yerlərinin, eləcə də iş sferalarının seçimində daha ehtiyatlı davranma zərurəti deməkdir. Tver vilayətində əmək miqrantları üçün patentin qiyməti 1/3 artacaq. Regional hökumət 2026-cı ildə əcnəbilər üçün patent dəyərinin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Layihə əsasən 2026-cı ildə Tver vilayətində əmək patenti 20.169 rubl olacaq. Hakimiyyət bu qərarı region sakinlərinin maraqlarıyla izah edir. Birincisi, yerli əhali üçün iş yerlərinin qorunması, ikincisi isə aşağı patent qiyməti olan bölgədə yaşayaraq daha yüksək maaşlı, yəni məsəl üçün Moskva kimi şəhərlərdə işləyən miqrantlarla bağlı halların qarşısının alınmasıdır. Layihə növbəti olaraq Vilayət Qanunvericilik Məclisi tərəfindən müzakirə ediləcək və böyük ehtimalla təsdiqlənəcək. Tver vilayətində patent qiyməti 2016-cı ildən ardıcıl olaraq artırılır və ötən il patentin dəyəri təxminən 15.000 rubl idi və bu, həmin dövrdə Rusiyada ən yüksək göstərici sayılırdı. Rusiya patent aldıqdan sonra işə düzəlmə müddətini sərtləşdirir. Bəs miqrantlar nələri bilməlidir? Belə ki, Rusiyada iş icazəsi, yəni patent alan xarici vətəndaşlara işə düzəlmə müddəti ilə bağlı tətbiq edilən ciddi qaydalar bir daha xatırladılıb. Mövcud tələblərə əsasən patent əldə etdikdən sonra miqrantın rəsmi şəkildə işə düzəlməsi və bu barədə müvafiq dövlət orqanına bildiriş göndərməsi üçün 2 ay vaxt verilir. Əgər işə götürmə barədə bildiriş müəyyən edilmiş müddət ərzində təqdim edilməzsə, patent ləğv olunur, vətəndaş isə Rusiya ərazisini tərk etməyə məcbur olacaq. Bu halda yeni patent üçün müraciət yalnız 1 ildən sonra qəbul ediləcək. Bu isə həmin müddət ərzində ölkədə legal işləmə imkanının tamamilə itirilməsi deməkdir. Vacib olan məsələlərdən biri təqdim olunan sənədlərin tam yığılması və təqdim edilməsidir. Beləliklə, bildirişin təqdim olunması üçün tələb olunan sənədlər bunlardır: pasport, əmək fəaliyyəti ilə bağlı doldurulmuş bildiriş formasının orijinal nüsxəsi, əmək müqaviləsinin və ya xidmət göstərilməsi barədə müqavilənin sürəti, pasportun notarial qaydada təsdiqlənmiş tərcüməsi. Bəs bildiriş harada və necə təqdim olunmalıdır? Qaydalara əsasən Moskvada patentin 77 seriya ilə verildiyi hallarda bildirişlər miqrasiya mərkəzi tərəfindən qəbul olunur. Xidmət yalnız mərkəzin rəsmi saytında öncədən qeydiyyat vasitəsilə göstərilir. Sənədlərin alternativ təqdim etmə üsullarına gəlincə isə qeyd olunur ki, sənədləri həmçinin Daxili İşlər Nazirliyinin ərazi bölməsinə şəxsən müraciət etməklə, poçtla, çatdırılma barədə bildirişlə birlikdə göndərməklə və Qosuslugi portalı üzərindən elektron qaydada da göndərmək olar. Bəs bu dəyişikliklər Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək? Ekspertlərin sözlərinə görə Rusiyada patent əsasında çalışan azərbaycanlı vətəndaşlar üçün bu qaydaların sərtləşdirilməsi xüsusi diqqət tələb edir. 2 ay ərzində bildirişin təqdim edilməsi patentin ləğvi və ölkədən çıxış öhdəliyi ilə nəticələndiyi üçün bu həm maliyyə, həm də sosial baxımdan ciddi çətinliklər yarada bilər. Azərbaycanlıların böyük hissəsi ticarət, tikinti, xidmət və logistika sahələrində çalışır. Bu sahələrdə işə götürənlərin əmək müqaviləsinin gecikdirilməsi halları tez-tez rast gəlinir. Bu səbəbdən miqrantların özləri sənədləşmə prosesini nəzarətdə saxlamalı, müqavilənin vaxtında bağlanmasına israr etməlidirlər. Patent ləğvinə görə 1 illik fasilə vermək məcburiyyəti də Rusiyada çalışan azərbaycanlı ailələrin planlarına mənfi təsir edə bilər. Çünki onların böyük qismi əsas gəlir mənbəyini məhz Rusiyadan əldə edir. Buna görə sənədlərin düzgün idarə olunması, işə qəbul prosesinin sürətləndirilməsi və bildirişin vaxtında təqdim edilməsi legal statusun qorunması üçün həlledici əhəmiyyət daşıyır. Eyni zamanda Tula vilayətində də 2026-cı il üçün patent qiymətinin artırılacağı planlaşdırılır. Regional hökumət bildirib ki, yaxın xaricdən gələn əcnəbilər üçün əmək patentinin dəyəri 2026-cı ildən 25.000 rubl olacaq. Hazırda aylıq qiymət 11.200 rubl təşkil edir. Bundan əvvəl qubernatorun sərəncamı ilə uşaq qidaları və dietik məhsulların istehsalı, alkoqol və tütün satışı
kadr seçimi, daşımalar və mühafizə fəaliyyəti kimi bir sıra sahələrdə əmək miqrantlarının işləməsinə qadağa qoyulmuşdu və bu qadağa uzadılacaqdı. Gələn ildən bu siyahıya kosmetika və gigiyena vasitələrinin satışı, həmçinin bərbərxana və gözəllik salonu xidmətləri də əlavə ediləcək. Mövzunun davamı olaraq Sankt-Peterburqda da əmək patenti bahalaşacaqdı. 26-cı ilin yanvarın 1-dən etibarən şəhərdə əmək miqrantları üçün patentin aylıq dəyəri 2000 rubl artırılacaq və 8000 rubl olacaq. Eyni məbləğ Leningrad vilayətində də tətbiq ediləcək. Bu barədə şəhər parlamentinin deputatı məlumat verib. Onun sözlərinə görə, stat, Peterburqda miqrantlar üçün əmək patentlərinin dəyəri artırılacaq. 2026-cı ildə aylıq ödəniş hazırki 6000 rubl əvəzinə 8000 rubl təşkil edəcək. Eyni qiymət Leningrad vilayətində də müəyyənləşdiriləcək. Statın sonu. Qeyd edək ki, noyabr ayında şəhər hökumətinin saytında 26-cı il üçün taksi fəaliyyəti və kuryer xidmətlərində patentlə çalışan əcnəbilərin işə qəbuluna qoyulan məhdudiyyətlərin uzadılmasını nəzərdə tutan layihədə dərc edilmişdir. Rusiya hökuməti tibbi müayinədən yayınan əcnəbilər üçün məsuliyyətin sərtləşdirilməsini dəstəkləyibdir. Mətbuatın yazdığına görə yeni qanun layihəsində tibbi müayinədən imtina və ya ondan yayınma ayrıca inzibati xəta tərkibi kimi hesab edilir. Bu cür pozuntulara görə hazırki qaydalara müqayisədə daha sərt cəza tədbirləri nəzərdə tutulur. Hazırda cərimə 2-4 min rubl arasında dəyişir və ölkədən çıxarılma ilə müşahidə oluna bilər. Qanun layihəsi həmçinin tibbi müayinənin keçirilməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Əmək miqrantları Rusiya daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçməlidirlər. Digər məqsədlərlə ölkədə 90 gündən artıq qalmağı planlaşdıran əcnəbilər isə 90 gün ərzində tibbi müayinədən keçməli olacaqlar. 2025-ci il dekabrın 1-dən etibarən Rusiyanın dövlət sərhədindən keçərkən bütün əcnəbilər üçün biometrik məlumatların verilməsi məcburi olacaqdır. Hazırda xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün dövlət genom qeydiyyatı könüllü olaraq qalır. Bildirilir ki, bu eksperimentin məqsədi miqrantların şəxsiyyətinin təsdiqi və Rusiya ərazisində qalma müddətinin izlənməsi üçün vahid rəqəmsal profil yaratmaqdır. 2025-ci il dekabrın 1-dən 2026-cı il iyunun 30-nadək texniki imkan olduğu təqdirdə əcnəbilər istənilən sərhəd keçid məntəqəsində biometrik məlumatlarını təqdim edəcəklər. Beləliklə, bu buraxılışımızın da sonuna gəldi. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, ZM Novosti Azərbaycana Telegram kanalıma qoşulun və bu YouTube kanalıma da abunə olmağı unutmayın. Kanalların linkləri videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.